Salam dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri 8-ci kilometrdə maraqlı bir dənə mol açılıbdı. Yeni mol açılıbdı. Gəlmişəm buradan. Yəni vlog hazırlamağa. 8-ci kilometr bazarın arxasında yerləşir. Molun adı Podium Mall dostlar. Mütləq videonu bəyənin, şərhlərdə öz fikrinizi bildirin ki, belə maraqlı videolardan, yeni açılan yerlərdən videolardan dostlar. Podium Mall. Birdən girəcəyik, içəri görəcəyik, hansı mağazalar var, qiymətlərlə tanış olacağıq. Podium Mall-a bir cürdə görünüşü var. Deməli, girəndə belə kafe var, Boy City. Sol tərəfdə coffee shopdur. Sonra bir çox mağazalar var burada. Yellow. Sonra saat dükkanı var. Casio. Casio markasının saat dükkanıdır bura. Neçə mərtəbədir bura? 1, 2, 3 mərtəbədir. 3 mərtəbədir. 3 mərtəbədir. Çox brendlər məsəl üçün yerləri qoyulubdur, hələ ki açılmayıbdır. Amma açılacaqdır. Və Rossmann'da olacaqdır. Buradan da eskalatordan qalxacağıq 2-ci mərtəbəyə. Bizi 2-ci mərtəbəyə qalxanda belə mağaza qarşılayır. Sinsay. Bu da geyim dükkanıdır, səhv eləmirəmsə. Burada texnika məhsullar satılır. Bundan qalxacağım yuxarı 2-ci mərtəbəyə, görək o necədir. Yuxarıda da ki yemək yerləridir, restoranlar. Niyə çəkir? Buradan da qalxırıq dostlar 3-cü mərtəbəyə. 3-cü mərtəbəyə qalxırıq. 3-cü mərtəbədəki restoranlardır. Restoranlardır 3-cü mərtəbəyə. Buradan da Pizza Hut'dır. Restoranlardan sonra bu da mall'un görünüşüdür 3-cü mərtəbədə. Bu da uşaqların əyləncə mərkəzidir. Bunu göstərmiyorlar. Uşaq əyləncə mərkəzidir. Bu da Kids City. Belə mall'dur. Bu cür. Buradan uşaq əyləncə